Mən bugün sizə insanlıq tarixində ölümləri 50% azaldan bir aparat haqqında danışacağım. Bu cihaz sizin filmlərdə gördüyünüz ürəyi dayanan insanlara bizim elektroşok verib həyata döndürdüyümüz cihazdır. Bu cihazın adı defibrillatordur. İlk dəfə bu cihazı 1947-ci ildə ürək cərrahiyəsi zamanı aritmiyası olan bir insanı həyata döndürmək üçün istifadə edilmişdir. Daha sonra 50-ci illərdən etibarən bu cihaz gəlişdirilərək, inkişaf etdirilərək ilk öncə Amerikadakı xəstəxanalara, daha sonra təcili yardımlara qoyulmağa başlanmışdır. Bundan sonraki mərhələdə isə bunun avtomatlaşdırılmış forması quraşdırıldı ki, bu ictimai yerlərdə, məsələn, məktəblərdə, alış-veriş mərkəzlərində, hava limanlarında, metro stansiyalarında və yaxud da ki, qatar stansiyalarında istifadə edilməyə başladı ki, bu insanların çox olduğu yerdə aritmiyadan və infarktdan ölümləri azaltmağa başladı. Çox yaxşı bildiyiniz kimi, insan ölümlərinin bir hissəsi də idman zallarında olur ki, Amerikanın bir çox ştatında idman zallarında bu defibrillatorun istifadə edilməsi və hətta hər hansı bir problem çıxdığı zamanı canlandırma işləmi apara biləcək bir məşqçinin olması məcburidir. Avropada da bu tövsiyə şəklindədir və Avropa Kardiologiya Cəmiyyəti nəinki saydığımız ictimai yerlərdə və xəstəxanalarda, hətta idman zallarında da bunun olmasını şiddətlə tövsiyə edir.